İkili say sistemindəki cəmin doğru olması üçün boş xanalara yazılacaq simvolları müəyyən edib, həmin simvollar ardıcıllığının əmələ gətirdiyi ikili ədədi 16-lıq say sistemində ifadə edin. Aşağıdakı cəm ikili say sistemindədir və ikili say sistemində olan ədədlərdə 1 ilə 0 topladıqda bu bizə 1 verəcək, 0 ilə 1 də eyni qaydada 1 verir. 1 ilə 1-i topladıqda bu bizə 1-0 verir. Yəni 0 yazılır, 1 yadda qalır. İndi baxıram. 1 ilə 1-i toplayıram, bu 1-0 verir. Yəni 0 yazılır, 1 yadda qalır. Gəlirəm ön tərəfə, bu hissəyə. 1 ilə 1 bizə 1-0 verir. Yadda da 1, yaddaşda olan 1 də üzərinə əlavə olunur, 1-1 verir. Yəni yenidən 1 yazılır, 1 yadda qalır. Ön tərəfə keçirəm. 1 ilə 0 1-dir və yadda qalan 1 də əlavə olunur. Bu 1-0 verir. Yəni yenidən 0 yazılır, 1 yadda qalır. Və ön tərəfdə onun kimi olduğuna görə burada 0 ilə 1 olmalıdır ki, 1 versin. Yəni bu sondan 3-cü gələn kimidir 4-cü də. Bu bizə 1 verir. Yadda qalan 1 də üzərinə gəldikdə 1-0 verir. Yəni yenidən 0 yazılır, 1 yadda qalır. Onda burada da 1 və 0 olmalıdır ki, bizə 1 versin və yadda qalan 1 üzərinə əlavə olduqda 1-0 verir və 0 yazılır, yenidən 1 yadda qalır. Burada eyni şəkildə, eyni cür olduğu üçün burada 1-0'dır, 0 verir və burada 1-0 olmalıdır, yəni 0-1 olmalıdır. Deməli, həmin boşluqların yerinə yazılacaq ikili ədədlərin ardıcıllığı olur 1, 0, 0, 1. Amma bizə bu ədədi 16-lığa çevirmək tələb olunur. İkilidə olan ədədi 16-lığa gətirmək üçün həmin ədədlərin üzərinə ardıcıl olaraq 8, 4, 2 və 1 yaza bilərik. Və 1-in qüvvətində olanları toplayıram. Deməli, həmin ədədin 16-lıq say sistemində olan qarşılığı 9-dur. Doğru cavab 9.